2020-dən bu tərəfə tam yeni bir dünyaya girdik. Ona görə artıq bu sürü psixologiyasından çıxmaq lazımdır. Gedim slesarlığı öyrənim, gedim nə bilim svarşikliyi öyrənim. Bu gələcəkdə heç biri lazım olmayacaq. İşçilərə ehtiyac olmayacaq. Təyyarələr pilotsuz uçacaq. Onsuz da biz pilotniklər var da, sadəcə bunu hələ ki adi təyyarələrə tətbiq eləməyiblər. Amma yəni var da, ona görə inkişaf eləmək lazımdır. Bunlar hamısı bizə artıq yeridilib. Özümüz də bilmədən. Çox tez bir zamanda. Birazdan çip olacaq, bu telefon hamısı keçəcək. Bax, belə bir çip olacaq. Buradan keçirdəcəksiniz. Artıq gələcəkdə birinci elitalarda olacaq, varlı insanlarda. İnsanlardır, sonra gələcək kibriklar, sonra təmiz robotlar. Axırda gedib kabilə dönəcəkdir. Çip olacaq, çipi qoşacaqsan, sənin artıq hansısa bir ingilis dili öyrənməyə və yaxud da ki, hansısa bir şey öyrənməyə ehtiyac yoxdur. Çipi qoydun, sən avtomatik ingilis dilində danışacaqsın. Öz düşüncəsi ilə nə oynayır? Counter-Strike oynayırdı, nə oynayırdı? Düşüncəsi ilə əli zadı heç nə işləmir. Texnologiyaya yönəlin, texnologiya ilə inkişaf eləyin. 1500 il, 2000 il bundan qabaq olan nağıllarla beyninizi doldurmayın. Çünki sizi harasa lazım olmayan yerə yönəldib, özləri başqa işlərlə məşğuldur.